Salam, hər birinizi xoş gördük. Bugün Reform İdman Zalının təqdimatında VM Fitness Group YouTube kanalı üçün ilk videomuzu sizə təqdim edirik. İlk video olduğuna görə, ona görə də ilk mövzumuz da idmana yeni başlayanlar haqqında olacaq. Sizin dilinizdən isə bütün sualları kamera arxasında Rəvan müəllim səsləndirəcək bizim üçün və bütün incə detallarına qədər daha anlaşılan və geniş şəkildə cavab verməyə çalışacağam. Tamamilə sıfırdan başlayan biri üçün fitness nə deməkdir? Ümumilikdə bütün idman növlərini nəzərə alsaq, fitness dünyada geniş yayılmış ən böyük idman növüdür. Əslində idman növü demək biraz qeyri-professional sayılır. Çünki bütün idman növlərinin yolunun keçdiyi və kəsişdiyi bir aktivitədir, belə deyək, idmandır. Bir tərəfdən də müasir tibbin ayrılmaz bir hissəsidir. Ona görə bunu sadəcə bir idman növü kimi yanaşmaq, davam elətdirmək qeyri-peşəkar yanaşmadır bizim üçün. Fitnessə yeni başlayan qabağına məqsəd qoymalıdır ki, mən niyə fitnesslə məşğul olmalıyam? Müasir dövrü, müasir inkişafları ümumiyyətlə nəzərə alsaq, müasir dövrdə yaşayan insanın fiziki fəaliyyəti çox məhdud şəkildədir, həddindən artıq. Ona görə də ona bir fiziki aktivlik lazımdır ki, ümumi belə deyək, yaşam üçün lazım olan o bir komponenti tamamlasın həyat tərzində. Yəni keçmiş dövrdə yaşayan insanların normal həyat şərtlərini yaxşılaşdırsınlar deyə daha çox fiziki hərəkət belə deyək eləyirdilər, daha çox fiziki fəaliyyət göstərirdilər, enerji sərf eləyirdilər. Amma müasir insanın həyat fəaliyyəti o qədər rahatlaşmağa, komforta doğru gedib ki, onun artıq o qədər fiziki fəaliyyəti yoxdur. Ona görə də müasir dövrdə yaşayan insanın hər hansı bir idman növü ilə məşğul olmağı artıq şərtdir, qaçınılmazdır. Fitnessdə bunların ən populyarı, ən vacibidir. Və düşünürəm ki, idmana başlayan qabağındakı ən önəmli məqsədlərdən biri də o olmalıdır ki, mənim həyatımda fiziki aktivliyim olmalıdır. Çünki mən günümün çox hissəsi oturaq və orta və yaxud da ki, aşağı pasiv şəkildə keçir. İdman etmək istəyən bir insan ilk addım olaraq nə etməlidir? Çox gözəl sualdır. Birinci növbədə mütləq deyil ki, siz fitnesslə məşğul olasınız. Maraq dairənizdə olan istənilən idman növü ilə məşğul ola bilərsiniz. Yəni bu fitness də ola bilər, tennislə də məşğul ola bilərsiniz, badmintonla da, qaçışla da, futbolla da. İstənilən idman növü ilə məşğul ola bilərsiniz. Amma düşünün ki, bütün idman növləri insan sağlamlığının, belə deyək də, insan vücudunun həyatda yaşam mexanizminə uyğun hesablanıb. Yəni idmanın əsas məqsədi insanı həyatda saxlamaq üçün dəstək göstərməkdir. Ona görə də bilincli şəkildən, yəni elmi şəkildən yanaşmaq lazımdır məsələyə. Hər hansı bir idman növünü maraq dairənizə, yəni öz çox sevdiyinizdən seçirsinizsə, artıq onunla bağlı araşdırma aparmaq lazımdır ki, bu idman növlərinin ən azından sıfırdan deyirəm, geyim baxımından nələri tələb edir, necə başlamaq lazımdır, ilk başlayanda nələr eləmək lazımdır. Burada ümumi fikirlər səsləndiririk. Çünki sual idmana yeni başlayanlardan söhbət gedir. Təkcə fitnessə yeni başlayanlardan söhbət getmir. Sualı niyə ümumi qoymuşuq, onu da izah edeyim. Çünki biz məsələyə peşəkar yanaşırıq. Təkcə fitnesslə məşğul deyilik. Digər idman növlərinin fiziki hazırlıqları olsun, bunu da təmin edə bilirik. Həm idman zalı olaraq, həm məşqçi olaraq. Ona görə də sualımız ümumidir və suala da ümumi cavab verməyə çalışıram. Və həmən idman növünə elmi şəkildən yanaşmaq lazımdır. Sıfırdan başlayırsınızsa, atacağınız adımlardan biri tək başına deyil də hər hansı bir təlimçi ilə başlamanızdır. Təlimçinin də öz növbəsində araşdırmaq lazımdır ki, öz sahəsində nə qədər peşəkardır, istəyir davranış, istəyir təhsil, istəyir öyrədə bilmə potensialı baxımından bu məsələləri detallı şəkildə araşdırıb başlamaq lazımdır. Bu mövzunu uzatmaq olar. Daha detallı şəkildə o qədər toxunula biləcək xırda nüanslar var ki, bunu düşünürəm idman davranışları, idman psixologiyası ilə bağlı mövzularda daha dərinə düşə bilərik. Yeni başlayanların ən çox buraxdığı səhvlər hansılardır? İndi müasir dövrdə çalışmaq lazımdır ki, idmanla məşğul olanda idman fəaliyyətimiz bizim günlük modifikasiyamıza uyğun olsun. Yəni ki,
səhər yuxudan oyandıq, axşam yatana qədər məşğul olduğumuz iş, gündəlik, belə deyək, həyat öhdəliklərimiz, bizim idman fəaliyyətimiz onların arasında bir cərgədə olsun. Yəni yamaq kimi qalmasın. Vaxtımız olandan olana eləməyək bunu. Bunun bir davamlılıq olsun deyə o cərgəyə düzgün şəkildə yerləşdirmək lazımdır. Bunun üçün də yaşadığımız və işlədiyimiz yerin lokasiyaya yaxın bir məkan seçmək lazımdır ki, daha yaxşı zaman ayıra bilək və o idmana gedəndə yolda boşuna zaman itirməmiş olaq. Bu çox önəmli, vacib məsələdir. Və seçmək lazımdır ki, yenə deyirəm, sıfırdan başlayırsınızsa, sizin gedəcəyiniz məkanda sizə kömək edə biləcək təlimçinin olmasıdır mütləq. Əgər siz özünüz sıfırdan başlayırsınızsa, mütləqdir ki, zədə alacaqsınız. İnsan sağlamlığı elə bir şeydir ki, digər sahələrə bənzəmir. Nələrisə oxuyub məlumat ala bilərsən, amma oxuduğun məlumatı praktikaya çevirəndə artıq sizə peşəkar dəstək lazımdır. Bu isə tək başına olunacaq bir şey deyil. Çünki praktikada görünən bəzi şeyləri oxumaqla öyrənmək olmur. Sadəcə o praktikadan qazanılmış insan, təcrübə toplamış insan sizə orada daha böyük dəstək göstərə bilər. Bu seçimi göz önündə mütləq saxlamaq lazımdır. Yəni bunu eləmirsinizsə, göz ardı edirsinizsə, başlayanda ilk yol verdiyiniz səhvlərdən biri bu olacaq. Yeni başlayan biri özünə necə məqsəd qoymalıdır? Çox gözəl sualdır. Gün ərzində biz bu sualı zaten çox eşidirik ki, mən nə qədər müddətə arıqlaya bilərəm, nə qədər müddətə kökələ bilərəm. Həmən insanlara mənim daha dolğun cavab verməyim üçün təkrar geri bir sual verirəm. Düşünün ki, sizi 2 ay ərzində biz arıqlatdıq və yaxud da ki, kökəltdik, istədiyi formaya saldıq. 2 ay sonra nə olacaq? Adətən bu sualların cavabından sonra bir sakitçilik olur, cavab verə bilmirlər. Çünki baxın, əgər məqsədiniz sadəcə çəki itirməyə və yaxud da ki, əcələ kütləsi qazanmaqdırsa, siz bunu bir müddət ərzində eləyəcəksiniz və sonrasını düşünmürsünüz nə olmalıdır. Əgər bu çəki itirmək üçün göstərdiyiniz çabanı siz davam elətdirməsəniz, yenə çəki alacaqsınız. Artıq burada bir sual meydana gəlir ki, deməli davamlılıq həmişə olmalıdır. Ona görə də mütləq əsas məqsədiniz həyatda sağlam yaşamaq, sağlam qalmaqdır. Yəni siz heç vaxt peşəkar idmançı olmayacaqsınızsa, məqsədiniz bu deyilsə, belə, o halda belə siz yenə də uzun müddətli düşünməlisiniz bunu. İdmanın məqsədi öncə qeyd elədiyim kimi sizin həyat fəaliyyətinizi yaxşılaşdırmaqdır. Daha rahat hərəkət eləmək, daha yaxşı oturub dura bilmək, daha sağlam şəkildə belə deyək də həyat fəaliyyətini davam elətdirməkdirsə, bu davamlılıq olmalıdır, uzun müddətli olmalıdır. Ola bilər ki, maneələr olar, xəstəliklər olar, o olar, bu olar və inanın ki, istənilən şəraiti üçün idman fəaliyyətini davam elətdirmək potensialınız olacaq. Əgər nə vaxtsa xəstələnəcəksinizsə, xəstəlikdən daha rahat adaptasiya olasınız deyə idmanın daha başqa bir növü ilə, daha bir başqa qolu ilə məşğul ola bilərsiniz. Ona görə də qabağınıza sadəcə sağlam yaşamaq üçün bir məqsəd qoyun və sevdiyiniz idman növü ilə məşğul olun. Bəzən alternativ idman növlərinə müraciət edin. İnanın ki, onda həm sağlam olacaqsınız, həm idman fəaliyyətiniz, fiziki aktivliyiniz, o planınız uzun ömürlü olacaq. İdmana yeni başlayan biri necə qidalanmalıdır? Nəyə diqqət etməlidir? Çox gözəl sualdır. Hər hansı bir idman növü ilə məşğul olmağımızın asılı olmayaraq, qidalanma bizim həyat yaşam prinsiplərimizin belə deyək də ana mənbələrindən biridir. Əgər bir söz cümlə var, deyir, necə qidalanırsansa onun kimisən. Bir insan nə qədər sağlam qidalanırsa, mümkün deyil ki, onun orqanizmi qeyri-sağlam olsun. Orqanizmə siz nə qədər sağlam yanaşırsınızsa öz vücudunuza, qida baxımından, psixoloji baxımından nə qədər sağlam yanaşırsınızsa, bir o qədər də sizin həm fiziki cəhətdən, həm ruhsal cəhətdən vücud tam şəkildə sağlam olacaq. Ona görə də bizim qidalanmamız daima sağlam şəkildə olmalıdır. Və sual ondan ibarətdirsə, nə etməliyik qidalanmaq üçün, düzdür? Siz idmana yeni başlamısınız, bu hər kəsdə olur. Yəni, böyük bir həvəs, böyük bir dəyişim, böyük addımlar atmaq və böyük dəyişimlər eləməyə başlayırsınız. Öncəliklə yaddan çıxartmayın ki, əgər hal-hazırki çəkinizdən, qeyri-sağlam həyat və qidalanma tərzinizdən bu sizi qane eləmirsə, bunu dəyişməyə çalışırsınızsa, düzəltməyə çalışırsınızsa,
Bir şey yadınızda saxlayın ki, bura böyük addımlarla gəlib çıxmamısınız. Neçə illərin yanlış olunan davranışlarının nəticəsində gəlib çıxmısınız. Yəni hər gün bir qida öğünündə qayda pozuntusu, hər ay toplu şəkildə müəyyən qidalanma qaydalarını poza siz gəlib bu vəziyyətə çıxmısınız. Ona görə də geri sağlam şəkildə qayıtmaq üçün də o kiçik addımlardan istifadə etmək lazımdır. İstəyir qidalanmada, istəyir fiziki fəaliyyətdə yanlış və davamlı şəkildə olan davranış şəkilləri toplu şəkildə yığılır. Vücud həm fiziki baxımdan, həm də psixoloji baxımdan bu duruma alışmış olur. Siz onu birdən-bir o zənciri qıra bilməzsiniz. Davranış, yaxşı davranış və yaxud da ki, pis davranış. Qalın bir o gəmi kəndiri kimi bir şeydir. Yəni siz hər dəfə səhv eləyəndə o kəndirə nəzik ip olur. Ona bir ip əlavə eləmiş olursunuz. Və təsəvvür edin ki, hər gün nəzik bir ip əlavə eləyəndə 5 ay sonra, 6 ay sonra o ipinə qalınlığı olacaq. Siz onu birdən-bir heç vaxt qıra bilməzsiniz, ona sizin gücünüz çatmaz. Həm fiziki cəhətdən, həm psixoloji cəhətdən. Burada məqsəd nədir? O ipləri bir-bir ayırıb, qoparmaq və onları qırmaqdır. Eləyəcəyiniz şey budur. Ona görə də geriyə doğru kiçik-kiçik addımlar atmaq lazımdır. Böyük dəyişikliklər, ciddi şəkildə qidalanmaya, belə deyək, toxunuşlar eləməyə ehtiyac yoxdur. Öncəliklə siz günlük qidalanmanızı nəzərdən keçirdin. Birinci növbədə qaydasına qoymaq olduğunuz şeylərdən biri də qidalanmanın saatlarının yerinə, qaydasına salmaqdır, otuzdurmaqdır yerinə. Səhər yeməyin, ara yeməklərin, günorta yeməyin və yaxud da ki, axşam yeməyi olsun, bu yemək saatlarının qaydasına salmaq. Burada da öncədə qeyd elədiyim kimi, necə ki, idmanda günlük həyat modifikasiyamızı qoruyuruq, o zənciri pozulmur. Qidalanma da həmən zəncirin halqalarının arasına olduğu kimi oturur. Heç nə pozulmur. Eyni qaydada davam edir ki, bu davamlılıq həmişə olsun. Ondan sonra başlayırıq ki, bizim qidalanmamız nə qədər sağlamdır. Yaxşı, biz idmançı olaraq deyək ki, sağlam qidalanırıq, düzdür? O kartofu biz də yeyirik, o düyünü biz də yeyirik, siz də yeyirsiniz. Eyni toyuğun ətini biz də yeyirik, siz də yeyirsiniz. Eyni digər qidaları biz də yeyirik, siz də yeyirsiniz. Bəs aramızdakı fərq nədir? Aramızdakı fərq ondan ibarətdir ki, biz o qidaları sağlam şəkildə hazırlayıb, bizim ehtiyacımız, emosional ehtiyacdan söhbət getmir burada. Fiziki ehtiyacdan söhbət gedir. Fiziki ehtiyacımızın olduğu qədərin qəbul edirik. Yəni gözümüz doyana qədər yemirik biz bunu. Bizə bu öğündə bu qədər ölçək yemək lazımdırsa biz onu istifadə edirik. Ondan sonra bu məsələləri qaydasına salırsınız. Qidaların hazırlanma tərzin, onların saxlama qaydalarının, mənimsəmə qaydalarının, yəni hansı ki kənardan mətbəxə gətirilmə qaydalarından söhbət gedir, mənimsəmə qaydaları. Və onların ölçüləri ilə bağlı artıq dəyişimlərə başlayırsınız. Və bu proseslər zaman-zaman kiçik-kiçik öz yolunda getməlidir. Əgər siz bu prosesləri addım-addım mərhələli şəkildə yerinə yetirsəz, inanın ki, davamlılığı qorumuş olacaqsınız və artıq sizin həyatınızda yaxşı vərdişlərin sayı artmağa başlayacaq. O bayaq dediyimiz yaxşı vərdişin kəndiri qalınlaşmağa başlayacaq, pis vərdişin kəndiri get-gedə seyrələcək, naziləşəcək və artıq belə deyək, qırılacaq bir hala gəlib çıxacaq. Yeni başlayanların ən çox buraxdığı qidalanma səhvləri hansılardır? Çox gözəl sualdır. Əslində bu suala bayaq sualın tərkibində olan cavabda açıqlamalar verdim, amma daha kəskin şəkildə deyim. Bir, səhv ondan ibarətdir ki, böyük həvəslə başlayırsınız və böyük addımlar atırsınız. Olmaz. Böyük həvəslə başlayıb ağıllı şəkildə kiçik addımlar atmaq lazımdır ki, davamlılıq olsun. 2, işə bilinçsiz şəkildə yanaşırsınız. Yəni nə edəcəyinizi bilmirsiniz, artıq anidən nələrsə dəyişməyə başlayırsınız. Planlanma olmalıdır, qabağınıza məqsəd qoymalısınız, bir hədəf seçməlisiniz ki, mən buradan bura gedəcəm. Məqsədim nədir? Burada çəki atmaq, əzələ kütləsi yığmaq, sağlam həyat tərzimi belə deyək, daha yaxşılaşdırmaq və yaxud da ki, sağlam həyat tərzinə qədəm qoymaq, geri qaytarmaq, bu kimi şeylər. Targetinizdə bir o hədəf olmalıdır. O olmazsa nə edəcəyinizi bilməyəcəksiniz. Hədəf mütləq lazımdır. Üçüncü ən böyük səhvlərdən biri, yenə deyirəm, idmana, necə ki fiziki belə deyək, idmana başlayanda, hər hansı bir idman növündən məşğul olma başlayanda qeyd elədim ki, bir təlimçinin məsləhətindən, köməyindən istifadə etmək lazımdır. Burada da mütləq bir təlimçidən məsləhət almaq lazımdır. Ciddidən.
Çünki hər işə başlayanda işin əlifbasını bilmək önəmli məsələdir. Bir informasiyanı almaq, mənimsəmək asan bir şeydir. Amma indiki dövrdə sağlam informasiya tapmaq çox çətinləşir. Çünki qeyri-sağlam informasiya belə deyək, yayanların, paylayanların sayı artıq sağlam informasiya paylayanların sayını gəlib üstələyib keçib. Hansı sahədə olur olsun. Ona görə də bilinçli bir təlimçidən bu yöndə sizə işıq tutmağın istəyin. Və yaxud da ki, sizə başlanğıc olacaq bir qida planı tərtib eləsin. Təbii ki, bu ödənişli bir şəkildə olacaq. Artıq siz bir yol almaq, bir sıfır nöqtəsi tapandan sonra oradan rahat yön ala biləcəksiniz. Bu kimi şeyləri eləməyəndə artıq bunlar sizin başlanğıcda atdığınız ən böyük səhvlərdən biri olur. Yuxu və bərpanın fitnessdə rolu nədir? Lakonifləşdirək, qısalaşdıraq. Yuxu və bərpanın ümumiyyətlə idmanda rolu nədir? Bildiyimiz kimi orqanizm belə deyək, oyaq vaxtıda biz yuxuda olmadığımız saat bizim üçün oyaq saat sayılır. Enerji xərcləyir. Biz bu enerjinin xərclənən yerlərini görürük. Məsəl üçün danışırıq, otururuq, dururuq, hərəkət edirik, qaçırıq, hər hansı bir idmanla məşğul oluruq. Masa başında da otururuq, hər hansı bir işlə məşğul oluruq. Bu zaman bizim enerjimizin xərclədiyi belə deyək, detalları görürük, hara xərclənir, onları biz görürük. Amma bərpaya nə zaman enerji xərclənir? Bu yuxu saatında baş verir. Yəni biz yuxuda olarkən orqanizm əsas enerjisini orada xərcləməyə başlayır. Ən faydalı enerjisini orada xərcləyir. Okey, oyaq olduğumuz saatlarda da biz belə deyək, həyati fəaliyyətlərimizi yerinə yetiririk. Amma bərpamız bizim yaxşı getməyəndə növbəti gün o fiziki aktivlik bir öncəki gündən keyfiyyətli ola bilməz. Çünki orqanizm özünü bərpa eləməlidir ki, siz bir sonraki günə, növbəti günə daha enerjili və daha güclü şəkildə davam edə bilərsiniz. Ona görə də hər hansı bir idman növü ilə məşğul olursunuz, olun, yuxu qaydasında olmalıdır. Mütləq. Vaxtında yatıb, vaxtında durmaq lazımdır. Okey, ola bilər ki, sizin iş rejiminiz elədir ki, normal insanların yatdığı saatda siz işləyirsiniz, amma yatmaq olduğunuz vaxt digər insanların oyaq qaldığı saatdır. Əmin olun ki, bunun üçün də yuxunu optimallaşdırmaq üçün də nələr eləmək lazımdır var. Bundan bağlı biz növbəti videolarda bərpa mərhələləri necə getməlidir, bir insan bərpa olmaq üçün nələr eləməlidir, bununla bağlı danışanda daha geniş informasiya verəcəm. Ona görə də mütləq yuxunu qaydasında salın. Bacardığınız qədər erkən yatıb, erkən oyanmaq lazımdır ki, vücudumuz daha yaxşı bərpa olsun, həm fiziki cəhətdən, həm psixoloji cəhətdən ki, biz növbəti günə daha enerji ilə davam edə bilək. Yəni, yuxu qidadan da, fiziki aktivlikdən də çox vacib məsələdir, ciddidən. Amma bu demək deyil, bütün gün yatmalısınız. Vaxtında yatıb, vaxtında oyanmaq lazımdır. Davam edək. Motivasiya çatışmayanda nə etmək olar? Okey. Ümumiyyətlə, məni yaxından tanıyanlar bilir ki, mən motivasiya sözü eşidəndə gülümsüyürəm. Çünki mənə görə motivasiya boş bir şeydir. Motivasiya o insana lazım olur ki, zaten o insanın düzənli bir sağlam həyat tərzi var. Bəzən kiçik düşmələr yaşayır. O vaxt ona o düşmədən çıxmaq üçün nə isə həvəsləndirici bir danışıq edirsən, o insan orada sizin dilinizdə desək motivasiyalı olur. Bu vəziyyətdən çıxır və yoluna davam edir. Əslində disiplin bu motivasiyadan daha vacib bir şeydir. Və yaxud qidalanmada, həyat tərzində, idman fəaliyyətdə dediyim zəncir ki var, o disiplinin yaratdığı bir şeydir. Siz disiplinli olmasanız, o zəncir heç vaxt daima sağlam və ardıcıl şəkildə olmayacaq. O zəncirdə qırılmalar olacaq və siz o zəncirin belə deyək, davamlılığını qorumaqdan çox o qırılmaları bərpa eləməyə çalışmış olacaqsınız və bu sizi çox geri atacaq. Ona görə də motivasiya mənim üçün önəmli deyil. Yəni bir insanın əgər disiplini yoxdursa, saatlarla onu həvəsləndirəcək cümlələr qur, pafoslarla danış, nələrisə nümunə çək, öz həyat tərzindən nümunələr göstər, ətrafından danış, nəyəsə həvəsləndir, xeyri yoxdur. İnsanı ayaqda tutacaq bir şey disiplindir, olmalıdır bu. Motivasiya da hardasa lazımdır. Həvəs, sevgi olmalıdır gördüyün işə, həvəsin olmalıdır, marağın olmalıdır, bu olmalıdır, bu heç. Amma motivasiya axtarmaq lazım deyil. İnsanın ən böyük motivasiyası özündədir.
Yəni hər bir insanın haqqıdır ki, yaşadığı müddətcə öz vücudunun ən ideal halını görsün. İstəyir düşüncə baxımından, istəyir fiziki baxımından insan öz vücudunun ən yaxşı halını görməlidir. Bu onun ən böyük haqqlarından biridir hər kəsin. Bu şeylərə biraz motivasiya, yüngül lazımdır. Amma ən önəmlisi olan disiplin. Disiplin olmalıdır. O yaşam zənciri heç vaxt qopmamalıdır ki, siz o gördüyünüz işi, ümumiyyətlə yaşadığınız həyatı, mühiti daima pozitiv saxlaya bilərsiniz. Bir gün gördüyünüz o işi, deyək ki, səhər stretchingin gərilməsinin, sağlam bir duş qəbul eləməyi, sağlam səhər qidalanmasını, səhər yeməyin təkrar eləməyəcəksiniz motivasiyanız olmasa. Eləməyəcəksinizsə artıq o davamlı olmayacaq. Deməli, burada lazım olan şey motivasiya deyil, disiplinli olmaq lazımdır. Həvəsiniz olmasa da belə, siz disiplin gərəyi o şeyləri yerinə yetirsəniz, onları eləyəndən sonra zaten motivasiya avtomatik qayıdıb gələcək sizlə bir yerdə. Məcburdur bu olmağa. İdmana yeni başlayanlara verəcəyiniz ən vacib məsləhət nədir? Çox gözəl. Hansı idman növünə başlayırsınız, başlayın. Çalışın ki, bu sizin sevdiyiniz idman növü olsun. Çünki bu davamlılığı saxlamaqda çox vacib şərtlərdən biridir. Təkcə idmanda yox, ümumiyyətlə digər işlərdə də insan sevdiyi işlə məşğul olanda bu davamlı olur, daha həvəsli olursan, daha disiplinli olursan. Bunu göz ardı eləməyin və ikinci məsləhətim odur ki, çalışın idman üçün ayırdığınız zaman sizin günlük həyat fəaliyyətinizdə hər hansı bir natarazlıq, çatışmazlıq yaratmasın, əksinə ona bir rəng qatsın, ona bir dəstək göstərsin və o bayaq dediyim günlük davamlılıq, həyat zənciri qopmasın. O da bir o zəncirin halqalarından biri olsun ki, davamlı olsun. Üçüncüsü də odur ki, çalışın, əgər idmanla məşğulsunuzsa, qidalanmanızı da, yuxunuzu da mütləq qaydasında saxlayın ki, çünki həyatda sağlam yaşamaq sadəcə bir işlə məşğul olmaqla və yaxud da ki, sadəcə idmanla məşğul olmaqla yetinmir. Bunu davamlı şəkildə eləmək üçün, daha yaxşı nəticə qazanmaq üçün, daha sağlam olmaq üçün fiziki aktivlik, onun qidasını və onun bərpasını düşünmək lazımdır. Bu üç dənə belə deyək, əsas komponenti göz önündə saxlasaz, əmin olun ki, sizin üçün hər şey çox gözəl olacaq, idman baxımından, sağlam yaşamaq baxımından və davamlı bu işləri görə biləcəksiniz. Tamaşaçılar sizi hardan izləyə və suallarını ünvanlaya bilər? İstər YouTube kanalımızda videoların altına yazılacaq rəylərdən, biz çünki hər bir nöqtəyə diqqət yetirik. Verəcəyiniz hər bir sual, yazacağınız hər bir fikir bizim üçün önəmlidir. Oradan Instagram hesablarımız üzərindən, mail adreslərimizdən, WhatsApp nömrələri üzərindən bizə aid olan hər hansı bir sosial hesabdan yaza bilərsiniz. Fərqi yoxdur. Bu mesaj şəklində, e-mail mesaj formatında ola bilər, WhatsAppdan yaza bilərsiniz. Hətta daha böyük mövzular, daha geniş məsləhətlər lazım olarsa, biz bunu daim eləmişik. Sizi konsultasiyalara da dəvət edə bilərik ki, sizə daha yaxşı cavab verə bilək və fikirlərinizə daha yaxşı aydınlıq gətirə bilək. Sonda hər birinizə təşəkkür edirəm, zaman ayırıb sona qədər bizi dinlədiniz. Bizim əsas məqsədimiz ətrafımıza, bizi izləyən insanlara, bizə güvənən insanlara, yaşadığımız mühitdə, böyüdüyümüz mühitdə, iş gördüyümüz bu sferada insanlara daha faydalı olmaqdır, daha faydalı işlərlə məşğul olmaqdır. Çünki əsas məqsədimiz ətrafımızda daha sağlam insanlar toplamaqdır. Bir insanın çevrəsi nə qədər sağlam olarsa, bir o qədər də onun həyat fəaliyyəti daha yaxşı olar, hər tərəfli şəkildə. Əsas məqsədimiz budur, sizə daha faydalı olaq və düşünürəm ki, siz də bu yolda bizdən dəstəyinizi əsirgəməyəcəksiniz.